Salam olsun özüne, birinci növbədə özüne. Çünkü özüne hürmet eləməyən bir insan başka heç bir kimseye hürmet ne olduğunu bile bilmez. Salam olsun özünə hörmət edən və qarşısındakına və sonra ətrafındakilara hörmət edən şəxslərə və şəxsiyyətlərə. Çox qısa deyəcəm. Azərbaycan gəncliyinə, istər orta yaşlı, istər fərqi yoxdur da. Çünki mən özümdən götürürəm. Yəni hər bir təbəqəyə aiddir. Nəinki Azərbaycan, mən hətta bütün xalqlara qanı və südü qarışıq olmayan, bir olan xalqlara, insanlara, insan övladlarına aiddir mənim sözüm. Bir neçə illər bundan qabaq Komsomolda, yəni keçmişdə Komsomolski deyirdilər. Yəni ruslaşmadan artıq çıxmaq vaxtı değil, hətta gedişmişik. Sevdin sen adamı tabii. Komsomol ərazisində bir vaxtlar var idi, mənim də üstümə 5 nəfər düşmüşdü. Yəni onlarla bağlı planlar cızırdım. Nə olacaqdı, necə olacaqdı, hamısını planlaşdırırdım. Elə yaxşı yerinə düşdü, bugün Qurban Bayramıdır. Elmədin Cəfərov çox gözəl, hətta mən bu yaşıma qədər, bu neçə illərdə bəlkə də, nə bilim, 100-ə yaxın, bəlkə də 100-dən çox dindarları qulaq asmışam, dinləmişəm. Onun elədiyi məntiqli söhbəti heç birindən eşitmədim. Qurban Bayramı şərt o deyil, nəsə kəsəsən. Kəsmək şərt deyil. Qurban verməkdir məsələ, mövzu. Qurban vermək. Mən bugün qurban verdim nəyi? Öz planlarımı. Yoxdur, müəyyən qədər içimdə əzilmələr ola bilər. Ailəmə, övladıma görə qurban verdim. Həmçinin də bunu tövsiyə edirəm. Kimlər ki, vaxtında, belə deyək, tək yalın başına, soyuq əllə, heç bir dəstəyi, köməyi olmayan bir insandan təbii ki, qürurlu, südü, qanı təmiz olan insandan söhbət gedir, saf adamdan söhbət gedir, inanan adamdan söhbət gedir. Bir vaxtlar vardı, Komsomolda 5 nəfər müəyyən qədər sport zala gedib, muskullarını şişirdib, yəni gecənin bir vaxtı təsəvvür elə ki, heç xəbərin olmadan aniden şığıyırlar üstüne. Heç bir səhvin yoxdur ya, səhvin günahın olmuyor. Və mən bunu yerləşdirdim şuur altıma, yaddaşıma. Amma bu günləri məhz həmən yerə, həmən o hadisə olan yerə diqqətlə baxdım və yani ilahiden içime bir şey geldi. Ya onu seç ya bunu. Ya seçip qurban verirsense içindekileri qurban ver. Ailə və övladıma görə qurban ver. Ya da ki bir anlıq belə deyək, məntiqlə. Təbii ki heç kim istəmir boşda qalsın. Amma bu şeyi də düşün. Sen deyək ki, indi qisas deyirsən, nə bilim, indi hərə bir söz deyir də, öz heyfini almaq deyirlər. Bunu elədin, heyfi aldın və yaxud da qisası aldın. Sonra sən sinənə döyə biləcəksənmi? Sən tutulanda, içərdə olanda və sənin ailəvə kim baxacaq?
Bax bu sual hər zaman məni düşündürmüşdü. Bu gün də bir daha çox düşündürdü və qərar verdim ki, mən qurban verdim. Qurban bayramımız mübarək. Yəqin ki, hər halda inşallah ki, Allahın köməkliyi ilə nə demək istədiyimi anlayan anladı zaten, söz yox. İndi anlamayan da yenə də Allah kömək olsun.